Sizi tibbi platformadan salamlayırıq. Peşəkar həkimlərlə söhbətlərdə sizi maraqlandıran suallara cavab verərək eyni zamanda xəstəliklər haqqında araşdırırıq. Bugünkü qonağımız doçent, tibb üzrə fəlsəfə doktoru, ümumi və laparoskopik cərrah Günay Əliyevadır. Xoş gəlmisiniz doktorum. Xoş gördük. Sizə ilk sualımla müraciət etmək istəyirəm. Əlbəttə hər kəsə maraqlı olan suallardan. Müasir dövrdə ən çox cərrahiyyədə ehtiyac duyulan xəstəliklər hansılardır? Burada daha dəqiq desək, ən çox hansı əməliyyatlar icra olunur? Bu daha maraqlıdır insanlara. Estetik əməliyyatlara çıxmaq şərtindən. Təbii ki, mən ümumi cərrah olduğum üçün daha çox öz sahəmə uyğun olaraq deyə bilərəm ki, son zamanlar dəyişən mühit, qidalama rejimi ilə bağlı olan bir sıra xəstəliklər var ki, hansı ki daha çox rast gəlinir və bu səbəbdən bu xəstəliklərin müalicəsində istifadə olunan əməliyyatlar da daha çox əməliyyatlar sayına aiddir. Bura aiddir, misal üçün, öd kisəsinin daşları üçün icra olunan əməliyyatlar, apendisit, qarında olan yırtıqlar və həmçinin bura aiddir piyələnməyə bağlı olan, piyələnmə ilə bağlı olan xəstələrdə aparılan bariatrik əməliyyatlar. Yəni son illərin ən çox icra olunan əməliyyatlar siyahısında məhz bu əməliyyatları qeyd etmək doğru olardı. Son illərdə cərrahlarımız, həm xəstələrimiz laparoskopik əməliyyatlara daha çox üstünlük verirlər. Bu haqda məlumat almaq istərdik. Açıq əməliyyatlarmı, yoxsa laparoskopik əməliyyatlarmı və bunların insanlar üçün hansının daha yaxşı və pis tərəflərini aydınlaşdırmanızı istərdik? Təbii ki, son illərin müasir dövrün inkişafı tibbdə də öz tövsiyəsini vermişdir. Bu baxımdan laparoskopik əməliyyatlar, yəni el arasında ona qapalı əməliyyatlar deyilir, daha geniş yayılmışdır. Bu əməliyyatların üstünlüyü açıq əməliyyatlarla nisbətdə nədən ibarətdir? Burada xəstəyə biz minimal travma, yəni çox kiçik xırda bir dəliklərdən əməliyyatlar icra olunur. Minimal kəsik olduğu üçün əməliyyatdan sonraki dövrdə minimal çapıq, əməliyyat zamanı minimal, demək olar ki, sıfıra yaxın qan itirmə, əməliyyatdan sonraki dövrdə erkən bərpa olunma. Təsəvvür edin, səhər saatlarında əməliyyat olunmuş xəstə axşam saatlarında artıq tam rahat şəkildə evə gedir və öz normal həyatına, rutin həyatına qayıtmış olur. Və bu tip əməliyyatlar əgər əvvəllər yalnız başlanğıcda öd kisəsi, apendisit kimi bəsit bir xəstəliklərdə icra olunurdusa, artıq demək olar ki, ümumi cərrahiyyədə elə bir patologiya, elə bir əməliyyat yoxdur ki, hansı ki, laparoskopik üsulla icra etmək mümkün olmasın. Yalnız bəzi hallarda olur ki, yəni bu xəstədə laparoskopik əməliyyat icra etmək hər hansısa bir baxımdan çətinlik törədə bilərsə, o halda açıq əməliyyatlar etməyə məcbur qalırıq. Bunlar hansı hallardır? Öncədən demək istəyirəm. Misal üçün, xəstələr var ki, qarın boşluğunda hər hansısa bir böyük bir kütlə, böyük bir törəmə varsa, bu halda laparoskopik icra edilməsi çətinlik törədə bilir. Və yaxud xəstə bir neçə əməliyyat keçirdi və biz öncədən bilirik ki, xəstədə qarın boşluğunda ciddi bir bitişmə prosesi var. Bu da özü-özlüyündə laparoskopik əməliyyatın icra olunmasının biraz çətinlik törədə bilər deyə bu xəstələrdə açıq əməliyyatlar tövsiyə olunur. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstələrimizə yanaşmamız fərqli olur. Demək ki, daha rahatdır laparoskopik cərrahi. Həm həkimlər, daha müasirdir və xəstə üçün də daha əlverişlidir. Çünki rahat, normal həyatına tez qayıdır və sanki heç əməliyyat olmamış kimi özünü hiss edir. Məncə psixoloji da daha çox xəstələr rahatlayarlar. Əməliyyat kəsik izlərini görmədiklərinə görə onlara rahatlıq olar. Digər bir sualımı istərdim sizə verim. Burada bir cərrah üçün ən çətin məqam hansıdır? Xəstəyə diaqnozu izah etmək, əməliyyat prosesi, yoxsa əməliyyatdan sonraki proses? Ümumiyyətlə, cərrahiyyə özü-özlüyündə, yəqin ki, siz bir həkim olaraq mənimlə razılaşarsınız ki, tibbin ən çətin sahəsindən biri hesab edilir. Çünki qərar vermək və bilmək ki, xəstənin həyatı sənin verdiyin qərardan asılıdır. Bu çox böyük bir məsuliyyətdir. Bu, cərrahların xəstə ilə olan, necə deyim, yanaşmasında hər bir mərhələsi çox məsuliyyətlidir. Birincisi,
diaqnoz qoyulduqda, yəni diaqnoz qoyulmağı özlüyündə böyük bir məsuliyyət tələb edir. Çünki doğru qoyulmuş diaqnoz və yaxud vaxtında qoyulmuş diaqnoz bu artıq müalicənin bir 50% deməkdir. Bəli. O ki qaldı digər mərhələlərdə. Digər mərhələlərdə nəyə biz diqqət eləməliyik? Bizim mentalitet belədir ki, cərrahi əməliyyatlara insanlar biraz skeptik yanaşırlar. Yəni hər insan əməliyyata razı olmaya bilir. Qarşında olan insanın və təkcə xəstənin deyil, həm də onun yaxınlarını bu əməliyyatın tam həcmini izah etməlisən. Xəstəliyin tam bütün mərhələlərin, əməliyyat olarsa nə ola bilər, əməliyyat olmazsa nə ola bilər, əməliyyatdan sonra gözlənilə bilən hansı ağrılaşmalar ola bilər. Yəni bunu ətraflı izah eləmək və xəstəyi əməliyyata razı salmaq və əməliyyatın gedişini tam həcmdə dərk elətdirmək o özü də böyük bir məsuliyyətdir. Bəs təcili məsələn yardımla gələn xəstələrdə ilk olaraq hansı tibbi və cərrahi profilaktik tədbirlər görülməlidir? Çox maraqlı sualdır. Təbii ki, xəstələr də iki qrupa ayrılır. Siz dediyiniz kimi planlı və təcili xəstələr. Planlı əməliyyata gedən xəstələrdə əməliyyat paketi dediyimiz bir standart bir müayinələr var. Bura aiddir qan analizləri, kardioqramma, döş qəfəsinin rentgeni və ultrasəs müayinəsi hər hansısa bir orqan əməliyyat olmağına asılı olaraq. Amma təcili şəkildə müraciət eləmiş xəstədə biz spontan olaraq qərar verməliyik və dərhal qərar verməliyik. Bunun üçün biz xəstənin bəzi göstəricilərini dəyərləndirməliyik. Bura aiddir xəstənin şuuru, təzyiqi, nəbzi, qanaxmanın olub-olmaması. Bu dəyərləri qiymətləndirdikdən sonra xəstəyə minimal təcili icra edilə biləcək müayinələr var. Bura qan analizləri aiddir. Həmçinin əgər mümkündürsə, zaman bizə imkan verirsə, ultrasəs və yaxud kompüter tomoqrafik müayinə edib xəstəyə ilkin diaqnoz qoymaq məcburiyyətindəyik. Artıq biz anlayırıq ki, burada qanaxmadır da, yəni burada hər hansısa bir zaman itkisinə yol vermədən təcili şəkildə heç belə pis çıxmasın, qan analizlərinin cavabını gözləmədən belə birbaşa xəstəni əməliyyat otağına vermək məcburiyyətində qalırıq. Çünki burada hər saniyənin bir hökmü var. Çünki davam edən qanaxmada qan itkisinin zamanla birbaşa əlaqəsi olduğu üçün bu xəstələr nə qədər erkən dövrdə əməliyyat olunursa, o qədər xəstə sağalma dövrü və həyatda qalma şansı daha yüksək olur. Təcrübənizə əsasən xəstələrin əməliyyatdan sonra etdikləri səhvlər hansılardır və daha çox hansılarla qarşılaşırsınız, qarşısını necə alırsınız? Bəli, bu da həkimlərin çox yaralı bir mövzusudur. Təbii ki, xəstələrin ən çox elədiyi səhvlər nədir? Həkimin dediyi ilə əməl etməməkləridir. Yəni, özlərin əgər biraz yaşlaşmış hesab edirlərsə, ki, misal üçün yırtıq əməliyyatından sonra xəstələrə deyirik ki, 6 ay müddətində ağır fiziki işdən çəkinməlisiniz. Amma insan sağalıb, artıq yarasında bir ağrı hiss etmədiyi zaman hesab edir ki, o fiziki işlə məşğul ola bilər. Və təbii ki, həkimin dediyi məsləhətlərdən uzaq olur və ağır fiziki işlə məşğul olmağa başlayır. Və bu zaman nə baş verir? Bu zaman təbii ki, təkrar yırtıq əməliyyat, yırtıq yarana bilir və bu təkrar əməliyyata yol açmış olur. Bəli. Əksər hallarda xəstələri evə yazarkən biz reseptlə yanaşı pəhriz rejimi də veririk. Yəni, xəstələrə izah edirik ki, bu pəhrizə əməl etməlidirlər. Lakin xəstələr dava dərmanları vaxtında atmaqlarına baxmayaraq pəhrizə riayət etmirlər. Bu da özlüyündə bir sıra xəstəliklərdə xəstəliyin təkrar baş verməsinə səbəb ola bilir. O baxımdan əməliyyat olmuş xəstələrə tövsiyəm odur ki, həkimin verdiyi müvafiq məsləhətlərə mütləq şəkildə riayət etməlidirlər. Bəli. Sonuncu sualımızı istəyirəm sizə yönləndirim. Təcrübənizdə müalicə məqsədi ilə alternativ yollara əl ataraq uzun müddət əməliyyatdan yayınan xəstələrə rast gəlmisinizmi? Və fəsadları nə olub? Təbii ki, bu demək olar ki, əksər Azərbaycan həkiminin yaralı bir məqamıdır. Misal üçün, xəstə müraciət edir, xəstəyə hər hansısa bir diaqnoz qoyulur və izah edilir ki, bu diaqnoz yalnız müalicəsi yalnız cərrahi üsulla aparıla bilər. Digər alternativ yol mümkün deyil, yəni yoxdur, mövcud deyil. Tibbdə elə bir yol yoxdur.
Amma xəstələr təbii ki, əməliyyat olunmasın deyə başqa bir sıra lazımsız, bəzən hətta qadağan olunmuş prosedurlara əl atmış olurlar. Misal üçün, mən laparoskopik cərrah olduğu üçün daha çox, ən çox icra olunan əməliyyatlardan biri də laparoskopik üsulla öd kisəsinin daşları, öd kisəsi daşları olan xəstələrdə öd əməliyyatları icra edirəm. Bu xəstələrə, misal üçün, bu diaqnoz qoyulduqda onlara izah olunur ki, öd daşı xəstəliyinin müalicəsi yalnız cərrahi üsulladır. Və siz gec və ya tez mütləq əməliyyat olunmalısınız. Xüsusilə də xırda ölçülü daşlarda xəstə nə qədər erkən əməliyyat olunursa, bu onun xeyrinədir. Niyə görə? Çünki xırda daşlar miqrasiya edə bilir və miqrasiya etdikdə onların hər hansısa xırda ölçülü biri öd yoluna düşə bilir və burada artıq digər fəsada yol açmış olur. Öd yollarında tıxanıqlıq yarada bilir, sarılıq yarada bilir, qaraciyər çaşmazlığına gətirib çıxarda bilir. Yəni bəsit bir öd əməliyyatı artıq bir sıra digər ağırlaşmalar verir və bu halda artıq xəstəyə bir yox, bir neçə planlı şəkildə əməliyyatlar icra olunmuş olur və hətta əməliyyat olunduqdan sonra belə istədiyimiz nəticə birincili nəticədən çox fərqli olur. Yəni istədiyimiz nəticə ola bilmir. Bu tip misallar çox göstərmək olar. Bəzən xəstələrdə, misal üçün, əsasda onkoloji xəstələrdə şiş diaqnozu qoyulduqda insanlar bu diaqnozla barışmaq istəmirlər və hesab edirlər ki, hələ də biraz da gözləyə bilərlər. Amma özünüz də, siz də bir həkim olaraq bilirsiniz ki, belə bir xəstəliklər var ki, orada artıq nə qədər tez erkən diaqnoz qoyulur, erkən cərrahi əməliyyat aparılırsa və nəticə də daha yaxşı olur və xəstə üçün də bu daha yaxşıdır ki, çünki bərpa dövrü də var, əməliyyatdan sonraki dövrü də var. Və bu baxımdan bir sıra ağırlaşmalara səbəb ola bilir. Xəstələr tərəfindən əməliyyat qərarının gecikdirilməsi. O zaman sizə daha bir sual istərdim verəm. Belə ki, xəstələrdə biz onların psixoloji durumlarını mı, yaxud da fiziki sağlamlıqlarını daha çox önəmsəməliyik? Desəm ki, hər ikisini yəqin ki, yanılmaram. Çünki bəzən olur ki, insan bütün fiziki göstəriciləri normaldır, amma psixoloji baxımdan əməliyyata hazır deyil. Və qorxurlar bir çox. Və həkimin borcudur ki, o xəstəyə tamam olaraq bütün əməliyyatın detallını, əməliyyatdan sonraki dövrün necə keçəcəyin, əməliyyatdan sonraki onun həyat tərzi necə olacağını. Bir çoxlarında ölüm qorxusu var. Sanki əməliyyata getdilər və xəstələr həyatlarını itirəcəklərindən qorxurlar. Hesab edirlər ki, heç bir ağırlaşma olmamalıdır, hər şey ideal olmalıdır. Amma təbii ki, hər bir xəstəliyin bəlli bir riskləri var. Hər bir əməliyyatın da bəlli bir riskləri var. Amma elə bir patologiyalar var ki, orada cərrahi yol yeganə bir üsuldur və bunu seçmək məcburiyyətindədirlər. Xəstələrə bunu ətraflı şəkildə izah edilməlidir. Mən heç vaxt tərəfdarı deyiləm ki, xəstədən hər hansısa bir şey gizlədilsin. Hətta az yaşlı uşaqlar olur ki, bəzən 15-16 yaşında uşaqlardır, hansı ki, əməliyyata məruz qalmalıdırlar. Bəzən valideynlər xahiş edirlər ki, uşağa demək ki, əməliyyat olunacaq, palatada yatızdıraq, əməliyyat otağına verək. Mən bunun tamam əksinəyəm. Hər bir uşaq olsa da belə artıq yetişkin insandır. Psixoloji bilməlidir və insan dərk edərək əməliyyata getməlidir. O qərarı xəstə özü verməlidir. Ola bilər qohumları, ətrafdakılar ona razıdırlar, amma əgər xəstə özü razı deyilsə, onu əməliyyata aparmaq doğru deyil. Çünki o sonraki dövrdə var. Onun sonraki dövrdə psixoloji durumunu düzəltmək də var. O, təbii ki, psixoloji durum fiziki durumla bərabər olaraq dəyərləndirilməlidir. Təşəkkür edirəm dəyərli doktorumuz sizə. Gəldiniz və fikirlərinizi paylaşdınız bizimlə. Bizim üçün çox önəmli idi bu. Bugünlük bu qədər. Şüarımız isə belədir. Sağlamlığımız birincidir. Özümüz sağlam olaq ki, gələcəyimiz də sağlam olsun.